Digital Login hesabı üzrə məlumatlarınızı artıq daha təhlükəsiz şəkildə qoruya bilərsiniz. Bunun üçün şəxsiyyət vəsiqənizin FIN kodu ilə Digital Login hesabınıza daxil olun. Şəxsi kabinetinizdə təhlükəsizlik bölməsindən 2 faktorlu autentifikasiyaya daxil olun. Funksiyanı aktivləşdirin. Ekranda görünən bərpa kodlarını kopyalayaraq yaddaşda saxlayın. Autentifikasiya tətbiqlərində problem yaranarsa, bu 8 fərqli bərpa kodları ilə sistemə daxil ola bilərsiniz. Hər bir kod bir dəfə istifadə üçün keçərlidir. Daha sonra davam et düyməsinə sıxın. Microsoft Authenticator tətbiqinə daxil olun. Hesab əlavə edin bölməsinə keçid edərək digər hissəsinə daxil olun. Web səhifəsindəki QR kodunu oxudun. Ekranda göstərilən autentifikasiya kodunu Digital Login web səhifəsinə geri qayıdaraq müvafiq xanaya daxil edin və aktivləşdirin. Bundan sonra Digital Login hesabınıza daxil olduqda Microsoft Authenticator tətbiqinə gələn bir dəfəlik təsdiqlənmə kodunu daxil etməyiniz tələb olunacaq. Yeni funksiya hesabınıza başqa şəxslərin daxil olmasının qarşısını alır. İndi məlumatlarınız 2 qat təhlükəsiz olacaq.